Herkese salam. Mən bugün sizə öz günlük rutinimi danışmaq istəyirəm. Deməli, mən hər gün səhər saat 8-də oyanıram. Gedirəm. Yalan danışırsın. Mən hər gün səhər saat 8-də oyanıram. İlk növbədə aparıram Leoşkanı gəzməyə. Çünki Leo çölə kakaş eləməyə xoşlayır. Daha sonra tez qayıdıram, 15 dəqiqə sonra qayıdıram evə və başlayıram səhər yeməyi hazırlamağa. Biz ümumiyyətlə hər gün səhər yeməyi yeyirik, səhərlər. Sonra hər gün səhərlər səhər yeməyi yeyirik. Sonra gedirəm işə, saat 10-a qalmış və mütləq işdə oluram artıq. Daha sonra işlərimi görəndən sonra tez işim bitən kimi qayıdıram evə. Evə qayıdanda isə mama. Aferin. Evə qayıdandan sonra isə tez qablarımı yuyuram, paltarları ütülüyürəm. Qabları yuyuram, paltarlarımı ütülüyürəm. Ondan sonra başlayıram axşam yeməyi hazırlamağa. Evi də səliqəyə salıram mütləq şəkildə. Çünki ev səliqəsiz olanda elə bir ev səliqəsiz olanda xoşum gəlmir. Daha sonra ərim gələnə qədər yemək hazırlayıram. Mütləq ərim gələn yerdə ev yeməyi yeyir. Sonra axşam birlikdə yemək yeyirik və ondan sonra mən çay süfrəsi hazırlayıram. Çay süfrəsi hazırlayıram. Birlikdə çayımızı içəndən sonra düşürük Leoşkanı gəzdirməyə. İndi də Leoşka görürsünüz ki, imkan vermir bizə. Düşürük Leoşkanı gəzdirməyə. Gəzirik, gəlirik. Sonra mən yenə bir krup evləri təmizləyirəm. Ondan sonra yatmağa hazırlaşırıq. Eynisə 6-cı həftə sonları da mən bu rutinimdən çıxmıram adətən. Çünki həftəyə çox qədər alışıram ki, tezdən dururam. Həftə sonunda tezdən dururam, işlərimi görürəm. Məncə siz də mən kimi səhər tezdən oyanın. Çünki səhər tezdən oyananda adam həqiqətən günü çox yaxşı olur.